Təqdimatın xarici görünüşünü dəyişmək üçün ən asan yol şablonu dəyişdirməkdir. Şablonun dəyişdirilməsi rəng sxemini, yəni təqdimatın elementlərinin və fonunun rəngini, bundan əlavə təqdimatın formasını, mətni susmaya görə parametrlərini və s. dəyişdirir. Satış planı təqdimatının şablonunu dəyişdirmək üçün onu açın. Format menyusundan tərtibat şablonu tətbiq etmək. Apply Design Template əmrini seçin. Açılan pəncərədə müxtəlif şablonlar təklif olunur. Onlara işarələrinin üzərində mausun düyməsini basmaqla bir-bir baxmaq olar. Şablonlardan birini, məsələn Blend seçin. Tətbiq Apply düyməsini basın. Gördüyünüz kimi təqdimatın görünüşü dəyişdi. Nizamlama rejiminə keçin. 4-cü və 5-ci slaydları seçin. Bu slaydların rəngini dəyişək. Format menyusundan slaydın rəng sxemi, Slide Color Scheme əmrini seçin. Rəng sxemi, Color Scheme pəncərəsi açılır. Rəng sxemlərindən birini seçin. Baxış, Preview düyməsini basın və yeni sxemin tətbiqinin seçilmiş slaydlara necə təsir etdiyinə baxın. Lazım gəldikdə rəng sxemi pəncərəsini kənara çəkə bilərsiniz. Seçdiyiniz rəng sxemini bəyənirsinizsə, tətbiq Apply düyməsi ilə onu seçilmiş slaydlara tətbiq edin. Rəng sxemini təqdimatdakı slaydların hamısına tətbiq etmək üçün hamısına tətbiq Apply to All düyməsini basın.